Siz bir bu toyuğun gözəlliyinə, yağlarına bir baxın. Bəli, Azadın fermasında böyüyən bütün toyuqlar belədir. Çünki özü bəsləyir, orqanik qidalarla özü böyüdür, halallıqla özü kəsir, özü təmizləyir. Mən isə bu toyuğu elə ayaq qarışıq bişirirəm. Belə yağlı həyət toyuqlarının kəfi çox çıxmır. Amma çıxan yağına bir baxın. Toyuğumuz artıq bişdi. Mən də onları bir tavaya yığıb elə öz yağında duzluyub, istiyotlayıb, o üz, bu üz qızardıram. Azad bəy elə özü belə hazır ləvəngilər də hazırlayır. Mən elə bunu da əldə etdim ki, əsl Lənkəran ləvəngisinin də dadına baxım. Elə toyuğun öz bulyonundan da üzərinə əlavə etdim. Bir balaca su da töküb, qapağını bağlayıb bişməyə qoydum. Təxmini yarım saat qaynadıqdan sonra çölməmiz hazırdır. Keçirəm düyüyə. Qəşəng bir düyü süzüb qazanın altına yağlı kağız sərib üzərinə 3 qat doğranmış lavaşı yağda isladaraq qazanın dibinə qoyub üzərinə düyünü və zəfəranını əlavə edib dəmə qoyuram. Bulyonuna isə gözəl bir şorba hazırlayıram. Yumru düyü, soğan, kartof, göbələk, biber, dəfnə yarpağı, duz, istiyot, zirinc, sarı kök əlavə edib bişirirəm. Belə bir toyuğun bulyonuna şorba bişirməsəm günah olardı. Sonda göyərtisini və Azadın fermasının toyuqlarının öz yumurtalarından bir ədədini şorbaya əlavə edib qarışdırıram. Əgər belə yeməmsinizsə mütləq yoxlayın. Şorbada çox da bilinməsə, amma xüsusi bir dad qatır. Çox ləzzətli olur bu şorba, mütləq sınayın. Çölmə ləvəngimiz hazırdır, servis edirəm. Bu cür toyuğun bulyonunda əlbəttə ki, görünüşü kimi dadı da ləzzətli idi. Yağlı kağız sərildiyi üçün istənilən qazmağınız istənilən qazanda çox rahat çıxacaq və qəşəng qızaracaq. Beləliklə mənim axşam yeməyim hazırdır. Siz də bu ləzzətli toyuqlardan əldə etmək istəyirsinizsə, Azadın fermasına müraciət edə bilərsiniz. Özləri çatdırılma edirlər. Hər kəsə nuş olsun.